Bir de uşaqlar, belə bir rubrika edəcəm və hər bir tələbəmin haqqında sizin üçün danışacağım. O mənim yanıma necə gəlib və necə əldə edib istədiyini və burada bir xanımın şəklini qoyacağım və onun haqqında danışacağım. Bu xanım mənim yanıma demək olar ki 2 il bundan əvvəl gəlmişdi və indiyə kimi yadımdadır ki gələndə qorxu içində gəlmişdi. Çünki ona demişdilər ki belə bir müəllim var. Yəni çox ciddi yanaşır və səninlə işləsə sən istədiyi əldə edəcəksən. Və hətta qorxusu var idi ki, birdən alınmaz və birdən mən nəyisə edə bilmərəm. Və mən onunla harasa bir saat danışandan sonra araşdırdım ki, bu adam 3 gündə yemək yemir. Yəni necə deyirlər, intervallə qaladaniya edir və 3 gündür bu adam heç nə yemir. Yəni məşqlərə də gəlib məşq də edə bilməz, çünki heç bir şey bu adam yeməyibdi. Və mən bununla danışandan sonra ona dedim ki, sən əgər mənim dediklərimə qulaq asacaqsansa və bu saat evə gedib yeməyini yeyəcəksən, ürəyin nə istəyib yeyəcəksənsə, biz səninlə işləyə bilərik. Doğrudan da elə oldu, getdi evə, ürəyi nə istəyir, hər bir şeydən yedi, rahatladı və gəldi özünə. Və ondan sonra biz yavaş-yavaş başladıq onun üzərində işləməyə. Əsas, yəni mən həmişə dediyim kimi düzgün qidadır. Biz bütün, yəni hər gücümüzü, hər bir şeyimizi verdik düzgün qidaya. Və düzgün qidaya verəndən sonra burada görürsünüz ki, yəni bu insan yavaş-yavaş formaya gəlib və 2 dənə şəkil qoyacağım, hansından başlamışdı və yavaş-yavaş şəkillər qoyacağım, baxarsınız. Və buradan demək istəyirəm ki, 2 il ərzində biz onunla, yəni bunları əldə etmişik. Heç istəmirəm demək çəkini, istəmirəm demək ki, ümumiyyətlə nə qədər itirib. Yəni bizə əsas o deyil, əsas bizdə görünüşdür, əsas biz necə görsənirik o çəkidə. Və 2 il ərzində bu adam bunları əldə edib və yorulmadan, incimədən, yəni özünü əsəbləşdirmədən, yəni özü demişkən bunları əldə edibdir. Və hələ də mənim yanıma gəlir, hələ də mənim tələbəmdir və heç yerdə getməyə hazırlaşmır. Çünki bizim hələ işimiz çoxdur. Biz hal-hazırda əzələ kütləsi yığırıq. Çünki siz gördüyünüzdə bu sadəcə arıqlayıbdır. Əzələ kütləsini hələ də yığa bilməyib. Amma indi hal-hazırda əzələ kütləsi yığır. Və biz davam edirik. Deməli, 3-cü ildir ki, biz davam edirik. Yəni, buradan demək istəyirəm ki, əziz xanımlar, hər bir şey sizin öz əlinizdədir. Özünüzü doğramayın, kəsməyin, qaçmayın həkimlərə. Sadəcə düzgün qidalanın və düzgün məşqlər edin və düzgün məşqçi seçin. İradə ilə iradəli olun. İnanın, hər şey alınacaq. Sizdə iradə var. Mən buradayam.